Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qubadlı rayon İcra Hakimiyyətinin inzibati binasında 15 iyun Milli Qurtuluş gününə həsr olunan Azərbaycanın taleyini dəyişən zəfər tariximiz mövzusunda tədbir keçirilib. Konstitusiya və suverenlik ili çərçivəsində keçirilən tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, hüquq mühafizə orqanlarının nümayəndələri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə müəssisə təşkilat rəhbərləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxışında qeyd edib ki, 1993-cü ilin 15 iyununda Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı ağır böhrandan xilas edərək inkişaf yoluna çıxarıb. Bu tarixi ölkəmizin dövlətçiliyinin xilas günü kimi yadda qalıb və 1997-ci ildən etibarən rəsmi olaraq Milli Qurtuluş günü kimi qeyd olunub. Bildirilib ki, Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasət nəticəsində Azərbaycanın müstəqilliyi möhkəmlənib, ölkə beynəlxalq aləmdə layiqli mövqe qazanıb. 44 günlük vətən müharibəsində qazanılan zəfər, həmçinin 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyin tam bərpa olunması Ulu Öndərin siyasi kursunu davamı kimi qiymətləndirilib. Tədbir iştirakçıları Heydər Əliyev irsinin bu gündə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və Azərbaycanın daha da qüdrətlənməsinə xidmət etdiyini vurğulayıblar.